Bir də axşamınız xeyir olsun. Dəyərli xanımlar, dəyərli müəllimlər və bu gün də dərsimiz həm də dəyərləndirmə ilə bağlıdır. Biz artıq kurikulumu sanki yekunlaşdırırıq. Nə mənada? Biz dedik ki, kurikulum 3 hissədən ibarətdir. Məzmun, təşkil və qiymətləndirmə. Düzdürmü? Məzmunla biz bağlı dərsimizi keçdik. Orada ümumi təlim nəticələrindən, standartlardan, səriştələrdən, didaktik prinsiplərdən danışdıq. Təşkillə bağlı da yadınıza gəlirsə, təlimin təşkilə verilən həm tələbləri, həm prinsipləri ayrıca siz üçün o vaxtı dərsdə keçdik. Onunla bağlı testlər də elədik. Bir də yadınıza salırım istəyirsiniz ki, tələblər pedaqoji prosesin tamlığıdır, təlimdə bərabər imkanların yaradılmasıdır, fəaliyyətin stimullaşdırılmasıdır, yadınızda qalıbsa, dəstəkləyici mühitin yaradılmasıdır, uşaq yönümlülük və inkişaf yönümlülükdür. Uşaqla inkişaf tələbdədir. Amma prinsiplərdə isə şəxsiyyət və nəticə yönümlü. Bunları qarışdırırlar bəzən müəllimlər. Ona görə də belə qoşa dedim ki, yadda qalsın ki, uşaq yönümlülüklə inkişaf yönümlülük pedaqoji prosesin tələbləridir, pedaqoji tələbləridir. Amma şəxsiyyət yönümlülük və nəticə yönümlülük isə artıq pedaqoji təlimin təşkilinə verilən prinsiplərə daxildir. Onda ikisi budur, dördü də hansıdır? Diferensiallaşma və fərdiləşmə, əyanilik, əməkdaşlıq və idrak fəallığı. Bu da oldu bizim təlimin təşkilinə verilən təşkili. Bir də iş üsulları, iş formaları da bura daxildir. Keçmişdik, yadınıza gəlirsə. Bir də planlaşdırma. Sonuncu hissəsi isə kurikulumun dedik ki, qiymətləndirmədir və ya dəyərləndirmə. Bağçada qiymətləndirmirik, biz sadəcə olaraq dəyərləndiririk. Nədir dəyərləndirmə qızlar? Dəyərləndirmə, yəni məktəbə qədər təhsildə uşağın inkişaf dinamikasını və maraqlarını fərdi şəkildə izləməyə kömək edən bir sistemdir, bir üsuldur, bir prosedurdur, prosesdir, nədirsə, necə istəsiz deyə bilərik. Yəni, həm uşağın marağını fərdi şəkildə öyrənirik, izləyirik, onun potensialını üzə çıxarırıq və təlim prosesini onun nəyinə, ehtiyaclarına uyğun tənzimləyirik. Aydın oldu. Tərifi də belə yadda saxlaya bilərsiniz ki, uşağın inkişaf dinamikasını və maraqlarını fərdi şəkildə izləyərək onun potensialını üzə çıxarmaq və təlim prosesini onun ehtiyaclarına uyğun tənzimləmək üçün aparılan sistemli bir müşahidə prosesidir. Və dedik ki, dəyərləndirmənin məqsədi nədir? Əlbəttə ki, uşağın həm yüksək, həm də aşağı səviyyədə olan bacarığını müəyyənləşdirmək, biliyini müəyyənləşdirməkdir. Ki, bir neçə metodları var, yəqin ki, bilirsiniz. Bir də xatırladım sizə ki, müşahidədir, müsahibədir, şifahi sorğudur, fəaliyyət məhsullarının təhlilidir, bir də portfolyodur. İndi bax, bütün bunları yadımıza saldıq ki, testləri işləyək, görək, kim nə qədər dərəcədə test tapşırığını, bir dəqiqə, testi gətirim sizə, və testi işləyək, görək, kim əlini qaldıracaqsın, Nurlan müəllimə, burada mən bunu materialı qoyanda əlləri görmürəm, siz təklif eləyin, haykü olmasın deyə, növbə ilə bir qızlar... Aliyə xanım qaldırıb, Aliyə xanım. Hə, bir dəqiqə qoy, yaxşıca bu testi açım ki, görə bilsinlər, yaxşı, rahat. Aha. Buyurun xanımlar, Aliyə müəllimə qaldırıbsa, birinci sualı qoyum ki, yaxşıca oxuya bilsinlər. Buyurun, eşidirik sizi. Axşamınız xeyir müəllimə. Hər vaxtınız xeyir olsun, buyurun. Mən görmürəm axı sualı müəllimə. Görmürsünüz? Görünmür. Testlər görünmür. Çox üzr istəyirəm, bir dəqiqə xanımlar, bir dəqiqə.
Hı hı. Göründün. Aha. Bəli, göründü. Bir dəqiqə Mən- daha yaxşı görünsün deyə bir dəqiqə daha yaxşı görünəcək belə. Görünürmü? Bəli, bəli, göründü. Aha, buyurun, oxuyun, hamı dinləsin və cavabını deyin, biz də izahımızı verək. Məktəbə qədər təhsil müəssisəsində uşağın inkişafının davamlı olaraq qeyd edilməsi və təhlili necə adlanır? Hı hı. A bəndi diaqnostik dəyərləndirmə. Bu ilkin dəyərləndirmədir. Müəllimə, uşaq ilk dəfə bağçaya gələndə Aha. bunu ilkin dəyərləndiririk. Necə, nə bilir, nə bilmir, onu öyrənirik. İnkişafın izlənməsi bu mütəmadi aparılır. Yəni biz uşağı qıraqdan izləyirik. Bu dövrü müşahidədə olur. Hı hı. Deməli, summativ qiymətləndirmə, yəni summativ qiymətləndirmə, statistik hesablama. Yəni statistik hesablamanı mən bilmirəm. Yəni sadəcə olaraq bu variant xətrinə yazılır. Bəli. Hə. Yəni əsasən biz dedik ki, məktəbə qədər müəssisədə uşağın inkişafının davamlı sözü varsa, B bəndidir müəllimə. bəli. Yəni burada dedik ki, təhsildə uşağın hər gün, hər fəaliyyətində davamlı olaraq izlənilməsi prosesi, elə həm də inkişafın izlənilməsi və yaxud da ki, şəxsi inkişafın izlənilməsi və yaxud da ki, qabaq buna formativ qiymətləndirmə də deyirlər, bəzən suallarda da düşür, heç özünüzü çaşdırmayın. Deməli, Bəli. oldu, hansı variant? B variantı. B. Doğru, tamamilə doğru. İkincində. Doğru, B variantı. İkinci sualı da oxuyun, sonra başqası oxuyar. Buyurun. Bəli. Uşağın təlim nailiyyətlərinin dinamikasını izləmək və qarşıya çıxan çətinlikləri aradan qaldırmaq məqsədi ilə keçirilən qiymətləndirmə növü hansıdır? Uşağın təlim nailiyyət dinamikasını izləmək. Diaqnostik qiymətləndirmə, inkişaf izlənməsi, formativ qiymətlər, summativ, milli qiymət, bu üç dərəsiz C, D, E bunlar yox. Aha. Diaqnostik qiymətləndirmə dediyimiz kimi bu da müəllimə ilkin qiymətləndirmədir. Dinamikası. Təlim nailiyyəti varsa, deməli biz də onun dinamikasını izləyirik. Görək necə olur, bilir, bilmir, nə qədər dərəcədə bilir, öyrətmişəm, eyni səviyyədə qalıb, yoxsa biraz da olsa irəli gedib. Bax bu. Bəli, bəli, bəli. Yəni biz dinamikanı beləcə izləyirik. Təşəkkür edirəm. Müəllimə xatırladım ki, Nurlana müəllimə ilə mən lider ol proqramında olmuşam. Bəli. Şəklimizdə var. Salamlayıram onu da. Nə gözəl. Çox sağ olun. Mən də sizi salamlayıram. Lap yaxşı xanım. Əla. Həmişə lider olun. Növbəti sualımızı kim səsləndirəcək? Müəllimə, mən də səsləndirə bilərəm. Bəli, buyurun. Qiymətləndirmənin obyektivlik prinsipi dedikdə nə nəzərdə tutulur? Bəli. Mənim fikrimcə uşağın əldə etdiyi nailiyyətlərin şəffaf və qərarsiz şəkildə qeydə alınmasıdır. Bəli, bu söz obyektivlik sözü elə burada şəffaf və qərarsiz sözü ilə sanki üst-üstə düşür də. Bunlar elə bir ki, sinonim sözlərdir. Tamamilə doğru. Təşəkkür. Növbəti sual. O birini də oxuyum yoxsa? Bəli, oxuyun. Uşağın başqaları ilə deyil, özü ilə müqayisə edilməsi fikri qiymətləndirmənin hansı mühüm xüsusiyyətini əks etdirir? Başqaları ilə deyil, özü ilə müqayisə. Uşaqlar arasında rəqabətin gücləndirilməsini, dəyərləndirmə obyektiv fərqi üçün yönəlməsini, özü ilə müqayisə başqaları deyil. Yalnız Müəllimə, oxuyun, bu hamı deyə eşitsin. diaqnostik qiymətləndirmənin əsas şərtini valideynlərin tələblərin yerinə yetirməsi. Dəyərləndirmənin obyektiv və fərdi inkişafa yönəlməsini. Yəni biz deyirik, uşağı nə etməliyik? Başqaları ilə deyil, özü ilə müqayisə edilməsi. Onu necə başa düşürsünüz? Özü ilə müqayisə deyəndə nə başa düşürsünüz? Necə başa düşürsünüz onu? Yəni Əvvəlki fəaliyyəti ilə hazırki fəaliyyəti. Tamamilə doğru. Yəni onu başqa uşaqla müqayisə etmək qətiyyən olmaz. Uşaq motivasiyadan düşür uşaq. Yoldaşına qarşı da onda biraz da çox pis fikirləri, negativ fikirlər yaranır. Bəzən yoldaşlarına nifrət edir uşaq. Ona görə yalnız özünün, öz keçmişi ilə, məsələn, dünən elə bilmirdim, bugün bacardım.
Bax belə bir müqayisə eləyə bilmirdin, amma bu günləri sən afərin sənə. Bax bu gün gözəl bacardın. Təşəkkür müəlliməm. Növbəti sualı kim oxuyacaq? Sanırız xeyr. Buyurun. Recep müəllimə oxuya bilərəm mən 5-ci. Bəli, buyurun. Tərbiyəçi uşağın bloklarla tək oynamasını müşahidə edərkən dərhal bu uşaq ünsiyyətdən qaçır qərarını vermir. Əksinə. Uşaq ünsiyyətdən qaçır qərarını vermir. Əksinə onun mürəkkəb konstruksiya qurduğunu analiz edir. Qiymətləndirmənin 3 addımından hansına nümunədir? Deməli, uşaq bloklarla deyir, tək başına oynayır. Bunu müşahidə edərkən bu uşaq ünsiyyətdən qaçır qərarını vermir. Əksinə deyir, mürəkkəb konstruksiya qurduğunu analiz edir. Bu qiymətləndirmənin 3 addımından hansından nümunədir? Gəlin, mən o 3 addımı bəlkə izah edeyim sonra. Buyurun. O 3 addım hansıdır sizcə? Qiymətləndirmə zamanı. 3 addım hansı? Öyrət, məşq möhkəmləndir. Yox, 3 addım belədir. Müşahidə, qeyd götürmə, yəni faktları qeyd etmə, təhlil və inkişaf. Məsələn, tərbiyəçi sadəcə baxmır. Müşahidə etmək nə deməkdir? O oyunda necə dayanır, necə davranır, nə edir, tapşırığı necə yerinə yetirir? Bu müşahidə. Sadəcə olaraq elə baxmıram, görürəm nə eləyir. İkincisi nədir? Qeyd götürmə, fakt. Yəni uşaq bacarmır yazmaq əvəzinə, elə görsən ki, qeyd elədi, bunu bacarmadı. Yox, belə yazmaq olmaz. Mütləq, məsələn, uşaq rəngləri fərqləndirməkdə çətinlik çəkdi. Kimi belə bir konkret, yəni hər şeyimiz konkret olmalıdır ki, sabah da o konkreti biz düzəldə bilək ki, nəyi düz bilmir, nəyi düzəldək. Deməli, nə yazdıq? Yazdıq ki, fərqləndirə bilmir, çətinlik çəkir. Bunu müqayisə edəndə bəlkə də çalarları bilmir və s. İndi baxır nəyi. Konkret yazdıq ki, fərqləndirə bilmir rəngləri və yaxud da ki, qırmızı ilə sarını qarışdırır. Və üçüncü addım nə olacaq? Təhlil və inkişaf. Artıq mən nə edirəm? Bu uşağa daha necə kömək edə bilərəm deyə düşünürəm və məsələn, nə edə bilərəm sizcə? Növbəti günü rənglərlə bağlı, ona daha çox məsələn oyunlar və başqa bir şey, rənglə bağlı maraqlı şeylər verə bilərəm ki, həvəsləndirirəm ki, o rəngi qarışdırılmağını biraz üzərindən gəlsin, yəni biraz da daha çox fəallatsın və rəngləri daha yaxşı öyrənə bilsin. Yəni, burada cavabımız nə olacaq sizcə? Deməli, 3 addımdan hansı nümunədir? Sadəcə baxmaq, müşahidəsiz bu deyil, faktın qeydə alınması, burada deyil, transfer qurduğunu idraki inkişaf analiz edir. Artikulyanın tərtib edilməsi, yalnız diagnostik qiymətlər bu da deyil, məlumatın təhlil və nəticəsi. Bu, mənə gələn Y variantı, təhlil edir. Y variantıdır. Bayaq da dedik, nə? Təhlil və inkişaf. Təhlil etməliyik ki, onu inkişaf elətdirək. Ki, nəyi bilir, nəyi bilmir, necə bilir və nə edək ki, buna necə kömək edə bilərik ki, gəlsin oxuslara da çata bilsin. Aydın oldu. Təşəkkür edirəm. Növbəti sualı kim səsləndirəcək? Mən oxuyurum, müəllim olar. Olar, buyurun. Növbə ilə. 6 dayaq, 6 dayaq. 6 dayaq, xanım. Buyurun. Necə müəllim? 6-nı oxuyurum. Altını müəllim qrupa təzə gələn ayəni dialoq qiymətləndirmə aparmadan məşğələyə başlayır. Bu zaman tərbiyəçi hansı tələbi pozmuş olur? Yəni, hansı təlimin təşkilinə verilən tələblərdən hansını pozmuş olur? Mənim uşaq yönümlüyü da deyə sağlığı, uşaq yönümlüyü. Niyə? Cavab doğrudur, amma niyəsini izah eləyin. Müəllimə, çünki gəlir maraqlanmır da, bir dəfə uşaq gələndə, qrupdan qrupa keçirdə də, birinci dəfə gələndə müəllimin uşağın diagnoz qiymətləndiriməyi aparmalıdır ki, uşaq nəyi bilir, effektiv planlaşdırmaq. Kim eləyir marağını? Müəllimə, kömək eləməyin, xahiş edirəm, müəllimi özü izah eləyir, buyursun, mane olmayaq. Aha, buyurun. Uşağın marağını, uşağın marağını, tələbatını, potensialını aşağı çıxarır. Bəli, tamamilə doğru. Yəni, mövcud potensialını o aşkar eləməmiş, onun marağını, ehtiyacını
öyrənmədən məşğələdə öyrənə biləcək. Yəni, bunun üçün də nə etməliyik? Mütləq uşağın fərdi xüsusiyyətini nəzərə almaq üçün biz nə etməliyik? Onu diaqnostik qiymətləndirməyə aparmalıyıq. Tamamilə doğru. Burada uşaq yönümlülük prinsipi pozulmuş oldu. Təşəkkür müəllimə. Növbəti sualı oxuyurum. Müəllimə təşəkkür edirəm. Çox sağ olun. Diaqnostik qiymətləndirmənin nəticələri əsasında planlaşdırmalı çevik dəyişiklik edilməməsi olsun. Aha. hansı didaktik prinsipin pozulması deməkdir? Nəticə yönümlülük. Əvvəlcədən planlaşdırılmalıdır. Deyil, nəticə yönümlülük deyil. Mən inkişaf yönümlülük görürəm, inkişaf yönümlülük. İnkişaf yönümlülükdür. Nə üçün? Əgər ilkin qiymətləndirmənin nəticəsinə görə planı dəyişib, uşağın şəxsiyyətinə uyğunlaşdırmırıqsa, deməli biz nəyi pozuruq? Çünki uşağın irəli getməsi, yəni inkişafına şərait yaratmaq deməkdir də. Ona görə də biz nəyi pozmuş oluruq? İnkişaf, yönümlülük pozmuş oluruq. Hamı danışmasın, növbəylə danışın qızlar, zəhmət olmasa, bəli? Mən olar bir sual verim. Əgər çevik dəyişiklik edilməsi hansı didaktik prinsipi pozmuş olsaydı desəydi, bunda nəticə yönümlülük götürəcəyik. Yox, pozmur, fərqi nədir? Əgər, belə deyək də, planda çeviklik dəyişiklik edirsə, inkişaf yönümlülük, etmirsə də inkişaf yönümlülüyü pozur da. Edirsə də, etmirsə də, edirsə də inkişaf yönümlülüyü aparır, etmirsə inkişaf yönümlülüyü pozur. Bir şeydir də, yox. Yəni, müəllimə dəyişiklik eləmədi. Uşağın, necə deyərlər, İnkişafı ilə bağlı. bəli, planı dəyişmədi, uşağın səviyyəsinə uyğunlaşdırmadı məşğələsini. Oldu. Uşağın irəli getməsi də nədir? İnkişafdır da. Yəni, əgər onun səviyyəsinə uyğunlaşdırsaydı, uşaq irəli gedəcəkdi. Növbəti sualı kim oxuyacaq? Oxuya bilərəm, Leyla xanım. Buyurun. Müsadə müəllimə, təsdiq və inkardır da. Aşağıdakılardan hansı məktəbə qədər təhsildə qiymətləndirmənin əsas məqsədlərindən biri deyil? Aha. A variantı uşağın inkişafını izlənməsi, B uşağın digər uşaqlarla müqayisə etmək. Bu B variantıdır. Heç vaxt uşağı başqa uşaqlarla müqayisə etmək olmaz. Növbəti sualda oxuyun. Tərbiyəçi uşağın nitq inkişafını yoxlamaq üçün onunla söhbət edir. Bu zaman uşağa sən dünən parka getmişdin kimi bir mənalı cavabı olan sual verir. Sual... Sən dünən parka getmişdin, deyə soruşur, hə? Sual verir. Müsahibə üsulu hesab olunmu? Bəli, müşahibə kimi də sual verir. Müsahibə hesab olunur sizcə bu sual? Mənə müsahibə hesab edirəm. Xeyr, müəllimə, növbəylə danışırıq, xahiş edirəm. Bir nəfər cavab versin, xeyirdirsə izah eləsin, mən də izah eləyəcəm. Kim xeyir dedi, buyursun, izah eləsin, niyə xeyir? Ben dedim, Aha, sağ olun, təşəkkür edirəm, tamamilə doğru cavab oldu. Yəni, parka getmişdin sualı uşağın sadəcə olaraq bəli və yaxud xeyir. Yəni, o sual ki, bəli və yaxud xeyir cavabı varsa, o qapalı sualdır. Yəni, bəli, uşağı inkişafa aparmır. Bu isə həm də nitqində heç inkişaf elətdirməyəcək. Cümlə qurmaq bacarığını da burada nə deyir müəllimə? Uşağın nitqinin inkişafını yoxlamaq üçün. Hani bunun nitqinin inkişafını elətdirdi? Xeyr. Yəni, sadəcə olaraq burada dünən parkda nə gördün, hansı oyunlarla oynadın, kimi gördün, xoşuna nə gəldi və s. O qədər sual vermək olar ki, yəni biz necə sual verməliyik? Açıq suallar, düşündürücü suallar. Ona başqa cürə necə deyirik? Provoktiv suallar, ruslar deyirlər, provokasiya. Yəni, uşaq istər-istəməz düşünsün, bu görəsən necə olacaq, daha necə eləyə bilərəm. Yəni, uşağı düşünməyə vadar edən suallar. Və mənim sonuncu sualımı kim səsləndirəcək? 10 test mən yazmışam, 10 testin Nurlan müəllimə sizə təqdim edəcək. Buyurun.
Bu testi kim işləmək istəyir? Bax, burada doğru, yanlış variantlarını izləmək və belə testi işləmək qaydasını izah edəcəm indi. Ben işleyeyim mi? Buyurun. Portfolyo sadəcə uşağın şəkillərini toplamaq üçün istifadə olmasını, doğruluqlar və onun inkişafı ilə baxın əsr etdirmək. Portfolyo sadəcə uşağın şəkillərini toplamaq üçün istifadə olunmuşdur. Yanlışdır. O da alə məlumatlardır olaraq. Yəni bu nədir? Bu sual doğrudur mu bu cavab? Yanlışdır, yanlış. Deməli, biri götürmürük. Biri götürməyəcəksə, deməli, baxırıq burada cavablara. Harada bir varsa, biz onları xətt çəkirik. bəli. Görürsünüz, 3 variantımız qaldı. Keçirin. Yəni, imtihanda vaxta qənaət etməyin yollarıdır. Aydın oxuyur. Növbəti sualı oxuyurum müəllimə. 2. Müsahibədə Müsahibə daha çox. Mənim o düzdür, açıq suallar verməkdə, qapalı sualda verməməli. Onu götürdük. Hələ 2-ni götürürük. İndi 2 harada var? Bunların 3-ündə də 2 var, hələ bilmirik. Sonra Fəaliyyət məşqlərinin təhlilində uşağın çəkdiyi şəkillər, cəhdi əlişləri fasiləsi və onun inkişafını qiymətləndirmək nəzərdə tutulur. Bu da doğrudur. aha, deməli 3-ü də götürürük. Uşağın müəyyən müddət ərzində inkişafın nailiyyərin və irəliləyişini göstərən sistemli sənədlər toplulusudur. Mənim bu düzdür. Fikir olarak doğrudur. Yani portfolyo uşağın müəyyən müddət ərzində. Biz buradan bəli yanlışı tapmalıyıq. Biz bunu götürürük. Çünki fikir olarak doğrudur. Xeyr müəllimə, 5 burada səhvdir. Müsahibə və şifahi sorğu eyni anlayışlardır. Xeyr müəllimə. Sizce? Aha. Yo, eyni deyil. Eyni yerdə səhvdir. Müəllimə 2, 3, 5 D bəndidir. D bəndi. Tamamıyla doğru. Yani 2, 3, 5. 6 da eynən yani fikir olarak doğrudur. Sadece olarak biz doğru fikirleri yanlış noktada götürmürük. Yani burada dediğim kimi de yok. 2, 3, 5 variantları. 2, 3, 5. Bəli. Tamamıyla doğru. Teşekkür ederim her birinize. Ne aydın olmadı. Düşünürüm ki aydın oldu. İndi növbəti testi sizə təqdim eləyirəm. Nurla müəllimənin testidir. Bir dəqiqə Nurlanın.